Salam şagirdlər, bu günlərim sizlərlə 5 aprel tarixində keçirilən Turan Tərzi Mərkəzində 8-ci siniflər üçün olan sınaq imtahanının izahına baxırıq. İlk sualla başladıq. Trapeziyanın oturacaqları 10 və 6 sm. Çəkək trapeziya. Trapeziya nə idi? Qarşı tərəfi paralel olan 4 bucaqlı idi da. Neçədir? Üst oturacaq 6-dır, alt oturacaq 10-dur. Hündürlüyü də nəyə bərabərdir? H 3'ə. A6 B A10 B6 yazaq. Fərqi yoxdur. S sahə düsturu necə idi? Orta xətt vur hündürlük. Yəni oturacaqları cəminin yarısını hündürlüyə vururuq. Yəni 10 üstə gəl 6 böl 2 vurulsun 3. Onun üstünə 6 gəldim. 16 2'yə böldüm 8 3'ə vurduq cavab 24. Yəni B bəndi. Doğru cavabı 24. Keçilədik 22 nömrəli suala. Kvadratın perimetri 80. Kvadrat çəkək uşaqlar bir dənə bura. Perimetri. Bütün tərəfləri bərabərdir. Perimetri 4A. 4A 80'dırsa 1A'ya neçə düşür buradan? 20. Sahəsini tapın deyir. Sahəsi də S bərabərdir A'nın kvadratı. Yəni n ilə uzunluq bir-birinə vurulur kimi də düşünə bilərik. 20 vuru 20'dən cavab 400 kvadrat santimetr. Keçdik digər suala. X-də 3 bərabərdir. Y-də 2 çıx Z-də 1 olarsa Y-i X və Z ilə ifadə edin. Deməli, Y-i uşaqlar X və Z ilə ifadə etmək istəyirəmsə, Y-i yalnız saxlayacağım. Bunun üçün mənfi 1 böl Z-i sola göndərirəm. Bunda sağ tərəfdə 2 böl Y qaldı. Sol tərəfdə 3 böl X var idi. Mənfi 1 böl Z sol tərəfə keçdikdə müsbət 1 böl Z alındı hansı ki. İndi bu iki kəsri toplayarkən ortaq məxrəcə gətirəcəm. Bunu Z-ə vurdum. Bunu da nəyə vurdum? X-a vurdum. Ne elədi? 2 bölünsün Y bərabərdir XZ-də. 3Z üstə gəl X. X üstə gəl 3Z kimi yazıram. Toplananların yerini dəyişəndə bilirik ki, cəm nə eləmir? Dəyişmir. Buradan Y-i tapmalıyıq. Y-də 2, yəni 2 bölü Y buna bərabərdirsə, Y bölü 2 də onda bunun tərsi olmalı deyilmi? Yəni XZ sürətə qalxdı. X topla 3Z hara düşdü? Məxrəcə. İndi bizə Y lazımdır. Burada nə var məxrəcdə? 2. Onda hər tərəfi əgər 2'yə vursam, bu 2'lər nə eləyər? Gedər. Y bərabərdir 2xz böl X topla 3Z. Hansı variant? 2xz böl X topla 3Z. Yəni doğru cavab A bəndi. İndi 563 vur 10 üstü mənfi 4. Ədədini standart şəkildə göstərin. Nə idi ədədin standart şəkli? Ədədin A vur 10 üzəri n şəklində yazılışında standart şəkildə deyirik. Amma A üçün şərt var idi. A 1'dən böyük bərabər olmalıdır, ondan kiçik bərabər. Bizim bu ifadəmiz bu şərti ödəmir. Bu şərti ödəməsi üçün 10 üstü 2'yə böləcəm, 5 tam %63 alınası və qayıdıb vuracam. Yəni 563'ü 10'a böldüm. Ona nədir? 100'ə böldüm. Vur 10 üstü mənfi 4 var. Vur qayıtdım 100'ə vurdum. Dəyişilən bir şey olmadı. Bu zaman 563'ü 100'ə böləndə 5 tam %63 vur. Bu 100 də onun neçənci qüvvəti deməkdir uşaqlar? 10 üstü 2 yaza bilərik də. 10 üstü mənfi 4'ü 10 üstü 2'yə vuranda əsasları eyni olan qüvvətlər vurularkən üstlər toplanılır. 10 üstü mənfi 2. Deməli yekun cavabımız oldu. 5 tam %63 vur 10 üstü mənfi 2. Yəni cavab B bəndi. Keçdilədik digər suala. Bu ifadənin qiyməti 4 verilir. Bu ifadənin qiymətini tapın. 4'ün məxrəcinə 1 yazıb çarpaz vursaq. X üstə gəl Y bərabərdir 4Y. Y sağ tərəfə atdıq. X bərabər 3Y. Bizdən istənilən ifadədə harda X görürüksə yerinə gətirib 3Y qoyuruq. Olur 3Y çıx Y bölünsün 3Y. 3Y-dən Y çıxdım. 2Y böl 3Y. Y-lər ixtisar getdi. Cavab 3'də 2. Y bəndi. Keçdilədik 26 nömrəli sualın izahına. Nə deyir? 4M-də bu birinci kəsir. 3'ündə də məxrəclər eynidir. Onda məxrəc olduğu kimi qaldı. 4 çıx 5M-dən. Mən bunu çıxıramsa elə bir uşaqlar çıxmaya görə mötərizəni açasıq burada. Çıx 1 üstə gəl 2M olacaq. Çıx 3. Nə edir bu da? 4M-də mənfi 5M'in üstünə 2M gələndə mənfi 3M. 4'dən 1 çıxdım 3. 3'dən 3 çıxdım 0. 0 yazmağa ehtiyac yoxdur. Mənfi 3M bölünsün 4M. M'ləri də ixtisar etsək mənfi 4'də 3. 25'ə vursam mənfi %75. O da mənfi 0 tam %75. Cavab C bəndi. Sonra digər suala keçdik.
İndi bu nədir? Vuruqlarını ayırma sualıdır. Uşaqlar, çox güman ki, böyük ehtimal burada 4 həddi də 2-2 qruplaşdırmalıyıq. Bəzi hallarda 3-ə 1 qruplaşdırılır. Orada da əgər tam kvadrat görsək, yoxsa 3-ə 1 qruplaşdırmırıq, 2-ə 2 qruplaşdırırıq. Bu ikisini qruplaşdırsam 3 çıx C, bu ikisini qruplaşdırsam da 3 çıx A qalasıdır mötərizədə. A-nı mənfi A-nı çıxarsaq 3 minus A qalasıdır. 3 minus A mı qalır? Mənfi 3 mənfi A-nı mənfi A-ya vuranda bəli, müsbət A kvadratı verməsi üçün. Amma bu bizə sərf eləmir. Çünki nəyə görə? Ortaq vuruq olmur. Onun üçün A kvadratı ilə mənfi C kvadratını bir qruplaşdıracağım. Yazdım. A kvadratı çıx C kvadratı. Sonra mənfi 3A ilə müsbət 3C-ni bir qruplaşdıracağım. Mənfi 3A topla 3C. İndi bura kvadratlar fərqi kimi baxsaq. A çıx C-yə A topla C olaraq vuruqlarına ayrıldı. Bu ikisindən də mənfi 3-ü mötərizə xaricinə çıxarsaq, diqqətli oluruq. A çıx C yazıram. A topla C yazanların burada artıq səhvə yol vermiş olasın. Niyə? Çünki mən bu mənfi 3-ü mən hansı C-yə vursam müsbət 3C alınar. Yəni mənfi C-yə vursam. İkisində də ortaq vuruq görürük. Yəni A çıx C ortaqdır. A çıx C-ni çıxartdım mötərizə xaricinə. Nə qaldı? A topla C qaldı. Burada da nə qaldı? Çıx 3. A topla C çıx 3. A çıx C A topla C çıx 3. A çıx C A topla C çıx 3. Cavab D bəndi. Üçbucağın orta xətti B. Oturacağı A və A çıx B 18 olarsa. Və burada orta xətt çəkdim. Orta xəttdə B, oturacağı A yazdım. A çıx B 8 olarsa A-nı tapın. Şöyle bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabər və yaxud da tərəf orta xəttin 2 mislidir. Yəni A nəyə bərabər? 2B-yə. 2B çıx B 8-dirsə, 2B-dən B çıxdım. B 8. Onda A nəyə bərabər olacaq? 2B, yəni 2 vur 8-dən 16. Digər suala keçdirədik. Sahəsi 32 kvadrat santimetr olan düzbucağın uzunluğu enindən 4 santim böyükdür. Eninə x desək, uzunluğu x topla 4. Sahəni taparkən enlə uzunluq bir-birinə vurulur. X vur x topla 4 bərabərdir 32. Düzbucağının perimetrini tapın. P bərabərdir sual. İndi vurub açsaq, x-in kvadratı üstə gəl 4x. 32-ni də sol tərəfə atsam. Çıx 32 bərabərdir 0. D bərabərdir B-nin kvadratı çıx. 4 vur. Baş əmsal 1. A-mız 1. Vurulsun. C-miz də mənfi 32. 4-ün kvadratı 16. Üstə gəl. Mənfini mənfiyə vuranda üstə gəlirlərdi hansı ki. 4 vur 32-də neçə edir? 4 vur 30. 120. 4 vur 2-də 128. Toplayanda 144. Hansı ki bilirik 12-nin kvadratıdır. Burada x1 bərabərdir mənfi B. B-nin əksi mənfi 4 çıx. Kök 144-dən 12 çıxdı. Böl 2A. 2 vur 1 2. Mənfi 4-dən 12 çıxanda mənfi 16. Böl 2-dən mənfi 8. Mənfi 8 deyə uzunluq olmaz. Ona görə ikinci kökü götürürük. Arada toplama olur. X2 bərabərdir mənfi 4 topla 12 böl 2-dən. Mənfi 4-ün üstünə 12 gəldik. 8 2-yə böldük 4. Deməli bura 4-üymüş. Bura 4 topla 4-dən 8. Perimetr düsturu da 2 vur A topla B deyilmi? Çünki 2 dənə 4 var, 2 dənə də 8 var. 2 vur 4 topla 8-dən. 4 topla 8-imiz 12, 2-yə vurduq 24. Doğru cavab C bəndi. Keçdik digər suala. Tənliyini həll edin. Bu əvvəlki sual da bir şey deyim. Burada bilirik ki, enlə uzunluğun fərqi nəyə bərabər? Fərqi 4-ə. Biri digərindən 4 vahid nədir? Böyükdür. Hasili 32 fərqi 4 olan ədədlər. Misal üçün 5 ilə 1 olmaz. Çünki hasili 5 edir. 6 ilə 2 olmaz. Fərqi 4. Hasili 32 eləməlidir. 7 ilə 3 də olmaz. 7 vur 3 32 eləmir. 8 ilə 4. Bu məntiqlə də daha çevik şəkildə yazmaq olardı sualı. Buradan diskriminantı tapırıq. A-mız nəyə bərabərdir? 2-yə. B-miz mənfi 7-yə. C-miz də mənfi 9-a. Diskriminant B kvadratı çıx 4AC. B-miz mənfi 7. Mənfi 7-nin kvadratı mötərizəyə aldım mənfi 7-nin hansı ki. Çıx 4 vur 2 vur mənfi 9. Mənfi 7-nin kvadratı elədi 49. Mənfini mənfiyə vuranda müsbət. 4 vur 2 8 vur 9 72. Topladıq 121. X1 bərabərdir mənfi B çıx kök diskriminant böl 2A düsturu. Mənfi B B-nin əksi deməkdir. Mənfi 7-nin əksi müsbət 7. Çıx kök 121-dən 11 çıxdı böl 2 vur 2 4. 7-dən 11 çıxdım. Mənfi 4 4-ə böldüm mənfi 1.
X2'də də uşaqlar bir də düsturu yazmağa ehtiyac yoxdur. Bir dənə ortadakı işarəni müsbət edirik. 7 topla 11 böl 4. 7'nin üstünə 11 gəldi. 18 böl 4'dən 9 böl 2, yəni 4,5. İkinci kökdə 4,5. Mənfi 1'ə 4,5. Cavab B bəndi. Keçilədik digər suala. Bu tənliyi həll edin deyir. Məxrəcdə neçə görürəm? 4. Görmək istəmirəm. Ona görə hər bir toplananı hansı ki burada toplananlar. Bir toplananımız budur. Növbəti toplananımız budur. Digəri də budur. Bu toplananların hər birini neçəyə vursaq bu məxrəcdəki 4 gedər? 4'ə. Vur 4. Vur 4. Vur 4. İndi 4'ə vuranda bu 4 ilə bu 4 getdi. X kvadratı çıxılsın 11x. Müsbət 3x'i 4'ə vuranda müsbət 12x. 1,5'i 4'ə vuranda 6 müsbət 6 edir. Sol tərəfə keçəndə mənfi 6 bərabərdir 0. Buradan x'in kvadratı topla x mənfi 11x'in üstünə 12x gəlir. Çıx 6 bərabərdir 0. Bu səfər də viyyətlə yazaq. x1 topla x2 əks işarəli ilə götürülmüş ikinci ədəmsalı. Çevrilmiş kvadrat tənlik olduğu üçün, baş əmsalı 1 olduğu üçün. Köklər cəmi. İkinci ədəmsalı 1'dir, əks işarəlisi mənfi 1. Köklər hasildə sərbəsəd. Sərbəsəd mənfi 6. Toplayanda mənfi 1, vuranda mənfi 6 edinədilər. Mənfi 3 ilə hansı ki müsbət 2. Cavab D bəndi. Sonra gəldik. Əsasları eyni olan qüvvətlər vurularkən üstlər nə inirdi? Toplanılırdı. X üstü mənfi 3 üstə gəl mənfi 7. Mənfi 3 üstə gəl mənfi 7. Deməli, sürətdə alındı x üstü mənfi 10. Əsasları eyni olan qüvvətlər bölünərkən birincinin üstündən ikincinin üstü çıxılır. X-in üzərində mənfi 8. Bölməliyik x üstü mənfi 8'ə. Əsasları eyni olan qüvvətlər bölünərkən bölünənin üstündən bölənin üstü çıxılır. X üstü mənfi 10 çıxılsın mənfi 8. 2 mənfi nə edir burada? Müsbət. Mənfi 10'un üstünə mənfi 8 gələndə x üstü mənfi 2. Bu da 1 böl x üstü 2 deməkdir. Cavab B bəndi. Vurğu kök işarəsi altına salın. İnşallah bu sualda son dərəcə diqqətli olmaq lazımdır. Kökün altına baxıram. Neçənci dərəcədir radikal? 2. Mənfi B bölünsün 7 var. Bu bilirik ki, böyük bərabərdir 0 olan bir ədəddir. Təbii ki, burada yəni 0 halını nəzərə almayasıyıq. Sıfırdan böyük kimi götürəsik. Məsələn, 7 müsbətdir. Mən mənfi B-ni 7'yə böləndə müsbət almaq üçün mənfi B də müsbət ədəd olmalıdır. Onda hər tərəfi mənfiyə vurdum. İstiqamət nə idi mənfiyə vurduqda bərabərsizliyin hər iki tərəfini əksinə dəyişirdi. B sıfırdan kiçik edərdi. Necə edərdi B? Sıfırdan kiçik edərdi. B sıfırdan böyük olsaydı. Sıfırdan böyük edərdi 7'yə bölsən. Müsbət qarşıdakı mənfiyə görə kökün altı mənfi olardı. Bu da olmaz, zid anlayışdır. Cüt dərəcədən kökün altında mənfi ədəd gəlmir demişik biz. Həqiqi ədədlər çoxluğunda belə bir ədəd yoxdur. Buradan bildik ki, B necə ədəddir? Mənfi. B mənfi ədəddirsə, onda bu B-nin mənfisini mən cüt dərəcədən kökün altına sala bilmirəm. O mənfini çöldə saxlayıram. 7 kökün altına. Mənfi B böl 7 var kökün altında. 7 kökün altına kvadratı şəklində girdi. İkinci dərəcədən 49. B də kökün altına nəyi şəklində girdi? Kvadratı şəklində. 7 ilə 49 ixtisar getdi. Burada 7. Cavabımız mənfi işarəsini çöldə saxlamışdıq. Kökün altında mənfi. B-ni B kvadratına vuranda. B-nin kubu neçə? B-nin kubu 7 B-nin kubu. Cavabımız mənfi kökün altında mənfi 7B kubu Y bəndi. Biraz çətin suallardan bir dənəsi idi. Gəldik ifadəsinin qiymətini tapın. İnşallah bu ifadənin qiyməti bilmirəm. Bir A olsun. Bu bərabərliyin hər iki tərəfini kvadrata yüksəldirəm. Və bilirəm ki, uşaqlar, bu daha kiçik ədəddir. Bu biraz ondan böyük ədəddir. Hardan bilirəm? Burada 7 çıx 4 kök 3 olduğu halda burada 7 topla 4 kök 3 var. Deməli, kiçikdən böyüyü çıxıramsa, bu A özü sıfırdan kiçik bir ədəddir. Hər tərəfi kvadrata yüksəldirəm. Hər tərəfi nəyə yüksəldirəm? Kvadrata. Kvadrata yüksəldəndə birincinin kvadratı. Kvadratla bu kök gedir. 7 çıx 4 kökdə 3. Üstə gəl ikincinin kvadratı. 7 topla 4 kökdə 3. Çıxılsın. Əməl çıxmadı. Birinci ilə ikincinin hasilinin 2 misli. Köklərin dərəcələri 2'dir. 1 kökün altında yazıram. 7 çıx 4 kök 3 vurulsun. 7 topla 4 kök 3 şəklində. Bərabərdir A'nın kvadratına. Hansı ki burada 4 kök 3'lər getdi. 7 ilə 7'nin cəmi 14. Çıx 2 vurulsun. Kökün altında. Şurada burada kvadratlar fərqidir. 7'nin kvadratı çıxılsın. 4 kök altında 3'ün kvadratı. 7'nin kvadratı 49. 4 kök 3'ün kvadratı 48. 49'dan 48 çıxdıq 1. Cavabımız
14 çıx 2 vurulsun kök 1. Kök 1 də 1 eləyir. 2 vur 1 2. Yəni a kvadratı bərabərdir 2-yə. A kvadratı 12'ye bərabərdir. Hər tərəfdən kvadrat kök alsaq. A'nın modulu çıxar buradan bərabərdir kök 12. Kök 12 də 2 kök 3 deməkdir. A onda ya müsbət 2 kök 3 olmalıdır ya da mənfi 2 kök 3 olmalıdır. Amma bizim şərtimizə görə mənfi 2 kök 3. Bir yolu bu. Bir yolu bu. Digər yolu nədir bu sualın? Şöyle 2 qat radikal üsul deyirik biz bu üsula. 2 qat radikal üsulu. Nədən bəhs edir o 2 qat radikal üsulunda? Eğer iç-içe bu şekilde radikallar olarsa, tutalım ki ümumi bir ifadesini yazın bunu. Kökün altında a topla da olabilir, çıx da olabilir. 2 kök b şeklindeki ifadeler için bu iki kat radikal usulunu tətbiq edirik. Bərabərdir. Kök m toplamadırsa toplama, çıxmadısa çıxma. Çıxılsın kökə də bərabərdir. Amma bir şərt var. M n'dən böyük olacaq. Bir də nədir o m ilə n? Hani burada m mi var, m mi var? Heç biri yoxdur da təbii ki. Şöyle elə m və n ədədləri axtarırıq ki, vurduqda b eləsin, topladıqda a eləsin. Amma burada bir şeyə diqqət etmək lazım. Hansı ki, buradakı vuruq 2 olmalıdır. Yoxsa dediyimiz qayda bu şəkildə tətbiq edə bilmərik. Bu ifadə buna oxşur. Amma burada neçədir? 4. 2 olması üçün mən bu 4'ü 2 vur 2 kimi yazsam ve bu ikilerden birisini ikinci dereceden kökün altına dahil edersem 4 kimi girərsə də ulaşdı. Kökün altında 7 çıx. İkilerden birisini kökün altına saldım. 4 kimi girdi. Vurduqca 12. 2 kök 12 çıx. Digəri də kökün altında 7 topla 2 kök 12. İndi cəmi 7 hasili 12. Bilirik 4'dən 3'dür. Deməli bu birinci ifadə kök 4 çıx kök 3'e bərabər olur. Çıxılsın. İkinci ifadə kök 4 topla kök 3'e beraber olur. Mənfiyə görə mötərizə açanda kök 4 elə 2 deməkdir. 2 çıx kök 3, çıx 2, çıx kök 3. 2'lər getdi, mənfi kök 3 çıx kök 3'dən. Cavab mənfi 2 kök 3. Y bərabər kökdə x funksiyasının qrafiki. X-a mənfi ədədlər verə bilmərəm. Cədvəl qururam. X, y yazdım. X-a 0 desəm, y-də 0. X-a 1 desəm, y-də 1. X-a 2 demirəm, kök ala bilməyəcəm. 4 deyim, tam ədədlər deyib kök alaq. Tam kvadrat ədədləri verək. 4'dən 2. 0, 0 nöqtəsi haradır? Koordinat başlanğıcı. 1, 1 nöqtəsi. X-a 4 dedikdə y-i 2 olan nöqtə. Yəni, qrafik belə bir şeydir. Bu şəkildə gedən bir şeydir. Və neçənci rübə düşür? Birinci rübə. Cavab A bəndə 35'də. 36'da. 0,2 dövrdə 6. İnşallah 0,2 dövrdə 6. 6, 6, 6 deyə sonsuz davam edən bir ədəd deyilmi? Bundan da 0,2'ni çıxmalıyıq. Bunun da ardında belə sıfırlar yoxdur sonsuza kimi. Çıxanda sağdan başlayırıq əslində. Sağdakı ədədlər 6'dır. 6'dan 0 çıxanda 6, 6'dan 0 çıxanda 6. Yəni bu şəkildə 6'lar düzlə-düzlə gələsdir. Ta ki bu hissəyə qədər gəldi. 2'dən 2 çıxdım 0. 0 tam. Onda 0 dövr içərisində 6. Bu ədədi axtarıq. Durub adi kəsrlərdə çevirib 90'da 26 çıx 2 çıxılsın 9'da 2 kimi yazardıq. 10'a vurardıq 90'da 20. Bu da eləyərdi 90'da neçə? 4 eləyərdi. 90'da 4'ü ixtisar edersen 45'te 2, 2'ni 45'e bölerdik. 0 tam dəfə, 1 0 əlavə edim. 20'nin içərisində 45, 0 dəfə, 1 0 da əlavə edim. 200'ün içərisində 45, 4 dəfə. Düz yazdık mı? ...26'dan 2 çıxanda 24. Bu 9'da 2. 90'da 26 çıx 2. 24. Çıxılsın 9'da 2. 9'da 2 də 90'da 20 demək. 90'da neçə alındı? 4. Bu da 45'də 2. 2'ni 45'e bölürəm 0. Sonra 0 əlavə elədim. 20'nin içərisində 45 0 dəfə, 200'ün içərisində 45 4 dəfə. 180 çıxdıq neçə edir? 20. 200'ün içərisində 45 4 dəfə. 4 dəfə 45'in 180 çıxdı. Cavabımız 0 4 4 deyə niyə gəlsin bir dəqiqə burada?
Belə olanda cavab niyə düz çıxmasın? 90-da bir dənə 9, bir dənə 0. 90-da 26 minus 2. 90-da neçə elədi? 24. Hə, buranı səhv yazıram da 9-da 2 yazmışam. 9-da 2 deyil ki, bura 10-da 2-dir. Buranı 10-da 2-dir, 10-da 2-ni 90-a gətirmək üçün 9-a vururam. Yəni 90-da 24 çıxılsın, 90-da 18. Bu da 90-da 6 eləyir. 6-yı ixtisar 15-də 1. 1-i 15-ə bölürük. Burada səhvə yol vermişik. 1-in içərisində 15, 0 tam dəfə. 10-un içərisində 15, 0 dəfə. 100-ün içərisində 15, 6. 6 dəfə 15-in. 90 çıxdıq 10. Hər dəfə 1 0 əlavə edəcəm. Burada 6. Deməli, ədədimiz olası 0 tam. 10-da 0, dövrdə 6 şəklində. B bəndi. Aha. Sonra digər sual. X topla 3-ün kvadratı 16-dırsa. Onda uşaqlar x topla 3 ya müsbət 4-dür, ya da x topla 3 hansı 4-dür? Mənfi 4. Hər iki tərəfdən kvadrat kök ala da bilərik. Buradan x topla 3-ün modulu çıxar. Bu da 2, bu da 2. Cütdüsə modulu çıxır. Bərabərdir 4-ə. Bir dəfə müsbət 4, bir dəfə mənfi 4. Buradan x1 bərabərdir. 4-dən 3 çıxıldı. 1. x2 bərabərdir. Mənfi 7. Kökləri cəmi. Mənfi 7-nin üstünə 1 gələndə cavab mənfi 6. C bəndi. 38 nömrəli sual. Kökün altında 14 çıx, 4 vur. Mənfi 12,5. Mənfi 4'ü mənfi 12,5'e vuranda 14. Üste gel. 4'ü 12,5'e vuranda 4 vur 12, 48. 4 vur 0,15'de 2, 50. Kökün altında 64 elədi. 64'ten de neçə çıxar? 8. Cavab B. Bəndə 38'də. 39 nömrəli suala baxın. A-nın hansı qiymətində A3 nöqtəsi funksiyanın qrafiki üzərindən heç nə x-in yerinə gətirib A yazırıq, y-in də yerinə gətirib 3 yazırıq. Yəni 3 bərabəri kökün altında A topla 5. Hər tərəfi kvadrata yüksəltsən A topla 5 bərabərdir 9. A bərabərdir 4. Cavab A bəndi. Keçdilədik digər suala. 5 çıx x-in üzərində mənfi 1. 1 böl 5 çıx x-in üzərində müsbət 1 deməkdir. 1'i yazmağa ehtiyac yoxdur. 3'də 2'nin üstündə mənfi 2 demək. 3'də 2 üstü mənfi 2. 2'də 3 üstü müsbət 2'yə bərabərdir. Yəni bu da bərabər olur 4'də 9'a. Çarpaz vuranda 4'ün 1'ə hasili. 4 bərabərdir 9'u 5 çıx x-a vuranda 45 çıx 9x. Mənfi 9x sol tərəfə 4'ü sağ tərəfə keçirsən. 9x bərabərdir 41'də x bərabərdir 41 böl 9. Cavab C bəndi. Yaxşı, sağ olun şagirdlər. Gələn sınaq izahlarında görüşənədək.